Deməli, hörmətli müəllimlər, biz imtahan 5-in izahı ilə tanış oluruq. Birinci sualımızda bizdən doğru olan variantı istəyir. Doğru variantı asan qoymuşam, amma digər variantları niyə səhv olduğunu bilməyiniz çox önəmlidir. Birinci sualımızda, daha doğrusu birinci variantımızda, A variantında might niyə səhvdir? 7-ci sinif ingilis dili dərsindən də oxuyaraq görə bilərsiniz ki, possibility mənasında, yəni mümkünlük mənasında might sual cümləsində istifadə olunmur. Necə istifadə olunur? Do you think, how do you think ifadələri varsa, o zaman might'ı verə bilirsiniz. Məsələn, do you think he might go? How do you think he might do it? Bu formada deyə bilərsiniz, amma might'ı birbaşa əvvələ keçirtmək olmaz. Ona görə A variantı səhvdir. B variantında cədvəl üzrə olan hərəkətləri biz present simple-a veririk və burada future meaning olur. Amma bu future tense deyil də, sadəcə gələcək zaman mənası var burada. B variantı düzgün variantımızdır. C variantı niyə səhvdir? The sky is clear, so it couldn't snow tomorrow. Could possibility bildirir, mümkünlük bildirir. Amma təsdiq cümlədə, inkar cümlədə could'u possibility mənasında vermək olmaz. Avtomatik inkarda could ability bildirir. Məsələn, I couldn't play the piano when I was a child. Uşaq olarkən mən piano çala bilmirdim. Avtomatik ability olur. Yəni, possibility mənasında may ilə might sualı düzəltmir, could da inkarı düzəltmir. Belə yadınızda saxlayın. D variantı niyə səhvdir? Əgər dəqiq vaxt verirsək ki, sabah saat 5-də falan kəslə görüşürəm, o zaman biz orada present continuous zaman formasından istifadə edirik. Yəni, I am seeing my aunt at 5 o'clock tomorrow olmalıydı. Ona görə D də səhvdir. Mən bir ay əvvəldən bilet almışamsa, artıq bu mənim planımdır və mən burada will yox, will-i ani qərarlar üçün, təkliflər üçün, promise üçün istifadə edirik, planlaşmış hərəkətlər üçün will-i istifadə etmirik. Ona görə edə səhvli cavab oldu B variantı. Gəldik ki, ikinci sualımızda bizdən sinonimləri istəyir, hörmətli müəllimlər, sinonimləri tapmalıyıq biz. Baxaq, indi burada sinonimlərdə nə var? Meticulous diqqətli deməkdir və onun sinonimi ola bilər thorough. Flawless isə qüsur deməkdir. Burada isə qüsursuz mənasına gəlir, çünki less var. Onun da sinonimi perfectdir. Digərləri isə mənfi mənadadır. Məsələn, ambiguous, unclear mənasını daşıyır, lazy, idle mənasını daşıyır. Yenə də digər sözlər də mənfi mənada. Sadəcə B variantı müsbət mənadadır. Belə də tapa bilərdiniz. Gəldik üçüncü sualımıza. Üçüncü sualda isə antonim istəyir. Antonim. Burada isə antonimləri biz seçməliyik. Aha. Comprehensive ətraflı deməkdir. Deməli, bunun antonimi limitlidir. Accurate də belə deyək, doğru, düzgün, səliqəli mənasına gəlir. Onun da antonimi incorrectdir. Digərləri isə gördünüz, hamısı təxmini, məsələn, detallı, aynen C-də detailed-lə thorough sinonimdir, complete. Bunlar bir sinonim kimi gelir, amma B variantı onlardan fərqli məna daşıyır. Gəldik bura. Abolish, ləğv etmək, abandon çoxlu, brief, qısa, get rid of. Bu da remove, eliminate, yəni ortadan qaldırmaq. Long isə uzun deməkdir. Onu da ləğv etməklə ortadan qaldırmaq sinonim kimi gedə bilər. Yəni 1 ilə 4. Gəldik 5-ci sualımıza. 5-ci sualımızda bizdən səhv variantı istəyir. She cannot be working late tonight because the meeting was postponed. O ola bilməz ki, bu gecə vaxtı qədər işləməkdə olsun, çünki görüş təxirə salınıb. Cannot ümumiyyətlə strong bildirir. Impossibility mümkünsüzlükdür, yəni mümkün deyil o vaxtı qədər işləmiş olsun. Bu düzdür. Visitors mustn't smoke inside the museum according to rules. Qaydalara görə vizitorlar içəridə siqaret çəkə bilməzlər. Prohibition qadağa deməkdir və bu da qadağadır. You must have forgotten to submit the report. Deadline was yesterday. Sən 100% yadından çıxıb bunu bu reportu submit eləməmsən, göndərməmsən. Deadline dünən idi. Yəni, indi eləməmsənsə, görünmürsə, demək ki, deadline bitib. Burada əminlik var, ona görə certainty ola bilər. You should have taken a taxi. It was near here.
Deməli, sən birincisi burada mənə uyğun olaraq should have taken yox, shouldn't have taken olmalı idi. Yəni, sən gərək taksi götürməyəydin, taksilə gəlməyəydin, o bura yaxın idi. İkincisi də burada məsləhət vermir. Burada artıq regret var. Yəni, bir də qınama var biraz da, criticizing var ki, yəni nəyə ehtiyac var idi ki, taksilə gəlməyə, o bura yaxın idi. Ona görə D səhv olan variantımızda bizdən də səhv istəyirdi zaten. E variantında isə demişəm ki, might təkcə keçmiş zaman deyil, həm də gələcək zaman üçün istifadə olunur, indiki zaman üçün istifadə olunur. Possibility mümkünlük bildirir, amma nisbətən aşağı səviyyədə mümkünlük bildirir. O ola bilsin ki, sabah saat 3-də bizim görüşümüzdə iştirak eləsin. Bəli, bu da həqiqətən də possibility-dir. E variantı düzdür. Səhv istəyir deyə D. Gəldik 6-ya və bizdən səhv istəyir. I wish I could see her today. Kəşke onu bugün görə biləm. Demişəm ki, I wish-dən sonra yenə də I gəlirsə, o zaman would yox, could istifadə olunur və could da istifadə olunub doğrudur. 2-də I wish he would stop talking. Kaş o danışmağı kəsə. Demişik ki, I wish-dən sonra would da gəlir. Bu məzəmmət, bildirmə, disturbance bildirir. Və burada da would istifadə olunub doğrudur. Bircə I ilə would olmur. I wish-lə I would yox, I could olur. Digər şəxslərlə isə would olur. 2 düzgündür. Bizdən səhv istədiyinə görə götürmürəm. I wish I would visit her nowadays. Dediyimiz üzrə I wish-lə I would olmur, could olur. 3 səhvdir. I wish I had gone there yesterday. I wish-dən sonra əgər keçmiş zaman bildirən sözlər gəlibsə, o zaman bitmiş zaman istifadə olunur. Bir də deyirəm, I wish-dən sonra əgər yesterday, last week, last month tipli keçmiş sadə zaman bildirən sözlər gəlirsə, keçmiş sadə zaman yox, bitmiş zaman istifadə olunur. Niyə? Çünki bu hərəkətlər real deyil. Kaş ki, ora dünən gedərdim. Real deyil, getməmişsən. Ona görə də bu mooddur və past perfect formadan istifadə olunur. I wish he were here beside me now. Əksinə, indiki zaman bildirən sözlər varsa da, onda da past simple istifadə olunur. Niyə past simple istifadə olunur indiki zaman göstəricilərinə? Çünki real hərəkət deyil. Olmadığı üçün də he ilə were istifadə edə bilirik. 5 düzgündür. Deməli, səhv olan variantımız sadəcə 3-dür. Başqa heç biri. Yəni, Y variantıdır. Gəldik 7-yə. I'm so nervous about tomorrow's job interview. Mən sabahın intervyusu haqqında çünki onlara narahatam. O da nə deyirsə, deyir, doğru deyirsən. Mən bacardığım qədər çalışmışam, çalışacağam ki, pozitiv alım. O da deyir ki, amma deyir ki, sən niyə gərginsən? Sənin çoxlu intervyuların olub. Amma ikinci tərəfdə sənin çoxlu intervyun oluba qarşılıq heç nə demir. Sadəcə deyir ki, düz deyirsən. Mən çox hazırlaşmışam, əlimdən gələni eləmişəm. Yəni bu cümlədə onun əvvəli çox intervyusu olub, olmadığı haqqında bir məlumat yoxdur. Üstəlik də why are you nervous ingilis dilində xüsusi sual cümləsidirsə ona nəsə bir cavab verməlisən. Burada nə deyilir? That's true. Bu retorik bir sual formasında getmir. Yəni bu bir sual cümləsidir. Buna da bir reaksiya bildirir. Ona görə A düz deyil. B-də deyir ki, narahat olma. Əgər yəni, bu alınmazsa, başqa sənin şansların olacaq. Bu deyir, düz deyirsən. Yəni, mən əlimdən gələn eləmişəm. Ona görə çalışıram ki, pozitiv qalım. B düzgün variant. İndi gələk o bir variantlarımıza. C variantı deyir ki, məncə sən gərək bunu ləğv eləyəsən. Amma burada ləğv eləməkdən söhbət getmir. İkinci tərəfdəki şəxs deyir ki, əlindən gələni eləmişəm. D variantını deyir ki, mən də elə həmçinin gərginləşirəm. Adi bir casual meeting olsa belə. Onda that's true deməz. E variantında ola bilsin ki, başqa bir işə cəhd eləyəsən. Niyə başqa işə gedir ki? Onun başqa işə keçməyə haqqında heç bir söhbət yox. Edəsən. Gəldik 8-ə. World's oceans play a crucial role in regulating the Earth's climate. Okeanlar dünyanın iqliminin regulasiyasında əhəmiyyətli bir yerə malikdir. They absorb heat from the sun, transport it across the globe through currents. Current burada dalğa mənasında gedir. And release moisture. Release azaltmaq deməkdir. Moisture da nəmlik deməkdir. Into atmosphere. Bir də buraxmaq mənasına gəlir. Burada nəmliyi atmosferə burax. Without oceans, temperature extremes would be far more severe, especially near the equator and poles. Yəni deyir ki, bu okeanlar olmadan temperaturlar yüksək səviyyəyə qalxardı və xüsusilə ekvatora yaxın olan yerlər, polda
Bu da qütb deməkdir. Yəni qütblərə yaxın olan yerlərdə hava temperaturu daha severe olardı. Burada animalsdan söhbət gedir. Baxın, əgər boşluğu ortaya qoyubsa və nə əvvəldə, nə sonda da animaldan söhbət getmir. O animal hardan gəldi? Ortaya boşluq qoyulubsa, iki tərəfdə də o haqqda nəsə danışmalıdır. Ən azı bir tərəfdə danışmalıdır. Heç bir tərəfdə animal yoxdur. B variantında deyir ki, pollution. Pollutiondan da yenə nə əvvəldə, nə sonrada söhbət yoxdur. Belə tapa bilərsiniz. C variantında istilikdən danışır. Bunu saxlayıram. D variantında regionlardan danışmır. Ümumiyyətlə, qlobusdakı vəziyyətdən danışır ki, bu dünya necə işləyir. E variantında riflərdən də heç bir şey danışmır. Vibrant colors'dan heç bir şey danışmır. Deməli, tək danışdığı şey nədir? Tək danışdığı şey istilikdir. Deyir, onlar massiv istilik receiver kimi, yəni belə deyək də, o istilik stabilizatoru funksiyasını yerinə yetirən bir şey kimi çıxış eləyirlər. Və sonra da onu izah edir ki, o stabilizator necə işləyir? Yəni, istiliyi günəşdən alır, sonra onu ötürür dalğalarla, o da nəmliyi atmosferə gedir, onun necə işlədiyini açır. Bax, ən əsas məsələ budur ki, bu ortadakı hissə ilə əvvəllə sonra arasındakı məna uyğun olsun. İmtahanda da bu tip sözlərlə tapa bilirsiniz, yəni dediyimi eləsəz əgər. Gəldik 9-a. 9-da da deyir ki, bütün anlamaları da arxa-arxaya qoymuşam ki, sizi yorsun. Elə olanda, yorulanda keçin o birisinə. Bu sizin, yəni bir növ psixoloji olaraq sizi yükləyirəm ki, bax, hamısı anlamadır, bax. Siz əgər işdir, imtahanda belə ardıcıl şəkildə anlamalar düşsə, yorularsınız birdən deyə məsləhət görürəm ki, birinci qısa tapşırıqları eləyəsiniz ki, beyin anlasın ki, hə, hər şey yaxşıdır. Çünki onsuz da siz biraz stresli olursunuz. Biraz səhv anlamış ola bilərsiniz teksti. O stres altında mətndə nəyisə yanlış anlamış ola bilərsiniz. Ona görə belə tip sualları nə çox axırda işləməyin, beyin çox yorulur onda. Nə də birinci işləməyi məsləhət görmürəm, çünki onda da stresli olub səhv tərcümə edir. O ki, imtahana biraz sonra beyin adaptə olur da artıq ki, hə, mən imtahandayam, hər şey normaldır, o zaman etməyiniz daha məsləhətlidir. Gəldik 9-cu suala. You are applying for a summer internship. The interviewer asks if you ever worked in an office before. You haven't, but you want to sound eager and positive. You say. Bir deməli işə gedirsiniz, müraciətlənmisiniz, intervyu götürəndən soruşur ki, heç ofisdə işləmisinizmi? Siz işləməmisiniz, amma daha həvəsli görünmək istəyirsiniz, pozitiv görünmək istəyirsiniz, ona görə deyirsiniz. Bax, bu tip situasiyalarda axır cümlə çox önəmlidir. Sən həvəsli görünmək istəyirsənsə, deməli, nəsə müsbət bir şey deməlisən, amma həm də yalan danışmamalısan. Məsələn, A-da deyir ki, yox, işləməmişəm, ofislər sıxıcıdır, burada həvəsli görünmürsən. Belə deyir ki, yox, amma mən tez öyrənənəm və yeni bir təcrübə qazanmağa da həvəsliyəm. Bu ola bilər. Cərə deyir ki, mənim heç bir şeyim olmayıb. Buna görə də yaxşı bacarmayacağım bunu. Həvəsli deyil. Bu çox responsibility səslənir. Sorry, it sounds like yəni həddən artıq responsibility, yəni öhdəlik kimi görsənir. Bu da eager görsənmirsiniz. Edir ki, əslində mən evdən işləməyi üstün tutardım. Burada da yenə eager görsənmirsiniz. Gəldik ona. Onda uyğun variantı seçirik. When I told Jasmine about my travel plans, he gave me a rather reply. Mən ona travel planlarım haqqında danışdım, o mənə necə bir cavab verdi? İndi onun açıqlamasını verir. I couldn't tell if he was excited for me or thought it was a bad idea. Burada Jasmine'in Jasmine deyil, Jamie deyəcəyim, axı ora hini yazır. Deyir, mən deyə bilmirəm ki, o mənim üçün sevindi. Yəni, buna sevindi, yoxsa bu düşündü ki, pis bir ideyadır. Görürsünüz, iki şey arasında qalıb. Bilmir ki, bu adam bunu bəyənib, yoxsa yox. Bu da vague, ambiguous sözünə sinonimdir və ikisi də belə deyək də unclear mənasına gəlir. Gəlləri müsbət sözdür, amma say yox. O cürə tapa bilərsiniz. Gəldik 11-ə. 11-ə deyək ki, sən ingilis dilini inkişaf etdirə bilməyəcəksən. Sən practice etməsən, eləmədikcə bu da inkişaf etməyəcək. Madıqca, mədikcə mənasını ifadə edən də bilirsiniz ki, nədir? Unless'dir. Unless nə demək oldu? Madıqca, mədikcə demək oldu. Increase ehtimalına qarşıdır. So, buna görə də beləliklə, still bununla belə
Hətta burada bu sonu silim yet yazım daha çətin olsun. Yet də olanda belə olacaq ki, bununla belə. Yet nəsil sinonim kimi gedə bilər. C. Gəldik 12-yə. This puzzle is difficult for a child to solve alone. Ümumiyyətlə sizə demişəm ki, for to, for'dan sonra isim, to'dan sonra da fiil varsa, bu to ilə enough'ın qaydasıdır. Birincisi, enough ismin əvvəlində istifadə olunur. Sifətin əvvəlində o vaxt istifadə olunur ki, yanında bir dənə isim də olsun. O vaxt hardasa, hə, okey, bəlkə görə bilərsiniz. Amma belə sifətdən sonra istifadə olunur və enough'ın yanında, düz yanında artikel qoymuyor. İkinci seçim olaraq qalır to. To da bilirsiniz ki, mənfi məna ifadə edir. Və burada da deyir ki, bir uşaq üçün, bir uşağın həll etməyi üçün həddindən artıq çətindir və elə to tamamilə uyğun gəlir. Even sifətlə birləşsə gərək müqayisə dərəcəsi alar. More'da heç burada müqayisə aparılmalı bir şey yoxdur. So'da da müsbət fikirli. So olanda burada zət olur, to yox. Qaldı deməli cavab olaraq Y variantı. 13-ə gəldik. In the evening, my husband likes to watch films. Axşamlar mənim həyat yoldaşım film izləmək istəyir. İngilizcəyə baxırıq. I prefer documentaries. So we have bought a second television set. Mən isə dokumentarilərə baxmağı sevirəm. Buna görə də biz ikinci televizyon set almışıq. Deməli, mən xoşlamıram. But I don't olacaq. Yəni, amma mən sevmirəm. O da B variantı. A-da deyir, mən sevirəm. Sevirlərsə niyə televizor seti alıblar? Batdan sonra inkar olmalı idi. Mən də sevmirəm. Əvvəlki cümlə inkar cümlə deyil ki, belə olsun. Burada da yenə C ilə E ikisi də eyni formada olan bir şeydir. Yəni, inkarlıq bizə lazım deyildir. Bu nə tər inkardır? Yəni, mən də xoşlamıram. Axı, yoldaşı xoşlayır. Gəldik 14-ə. You haven't heard from Tural since he left for Azerbaijan. Azərbaycana yola düşəndən bəri Turaldan xəbər eşitməmisən. Elədir. Elədir nəyə deyir? Yəni, eşitmisən. Eşitmisənə deyir də. Ona görə həvi olacaq. Çünki zaten əvvəlki cümlə inkardır. Gəldik 15-ə. 15-də bizdən düzgün olan variantı istəyir. Almost'dan sonra biz each yox, every veririk və burada da every 5 years hər 5 ildən bir deməkdir. Elə cavab olacaq. İkisi də C variantı. Gəldik 16-ya. 16-da ümumiyyətlə policy öz-özünü uygulanmır da, uygulanır, belə deyək. Implement tətbiq olunma deməkdir də. Yəni, bir siyasət özü-özünü tətbiq etmir ki, edilir. İnsan tərəfindən edilir. Ona görə B məlumdur olmaz. D məlumdur olmaz. Daha sonra ikinci tərəfdə isə nə var? İkinci tərəfdə deməli A-nı çıxdıq, D-ni çıxdıq. Uzlaşma məsələsi var, zaman budaq cümləsidir, həz olmaz. A ilə C-nin arasında qalırıq. Və yeni bir iş siyasətinin həyata keçirilməsi davam edən bir şey deyil. Sadəcə deyir ki, C variantıdır. Baxın burada deyir, yeni bir siyasət tətbiq olunmalı olduğu işçilər protesto edəndə edilməli oldu. Edilirdi yox. Onlar ayağa duranda edilməli oldu. Ona görə C variantı uyğun variantımızdır. Gəldik 14-də bizdən səhv variantı istəyir. Səhvin də altından kursivliyim. Daha sizə gözə çarpan olsun. Amma imtahanda yadımdan çıxıb ki, yəni kursiv var deyə oxuydu. Amma yəni həmişə şərti düzgün oxuyun. Birdən gözünüzdən qaçar deyə. Gəldik 17-yə görə nə var? I love that really big old green antique car. Size, age, shape məsələsidir də. Avtomatik elə burada sizə görsənir ki, size, age, shape, color, origin, material. Yəni, burada origin'ın belə deyim də, age-dən əvvələ keçməsi mümkün deyil. Ona görə də C variantıdır. Dostlar, jump yadınıza salın. Size, age, shape, color, origin, material. O qayda ilə tətbiq olunanı görəcəksiniz ki, C-də origin önə keçibsə. Gəldik 18-ə. Ambiguous, unclear, constant, sabit, daimi, humble, deməli, təvəzzökar, impede, mane olmaq. Bunlar niyə qırmızılanıb belə? Deməli, impede, mane olmaqla avtomatik gəlir delay, prevent, procrastinate. Daha sonra ambiguous, not clear olacaq. Burada deyim.
thing. Expressing more than possible. Baxın, having expressing more than possible things. Yəni xüsusilə də deyir qəsdən. Qəsdli bir şəkildə çox vaxt birdən çox şeyi ifadə edirsiniz. Bura gələcək ambiguous-ə. Constant sabit dəyişməz, unchanging. Humble, modest olacaq, yəni Burada təvazökar. aşağıda müəllimə özür istəyirəm. Şrifti ingilis eləyin, ona görə qırmızılar getsin. Hə. Gördüm elə ki, burada shift Azərbaycan eləmişim. British. Aha. Daha sonra nimble isə cəld, çevik deməkdir. 504-cü sözdür. Orada D gedəcək. Ümumi variant olaraq 1-ə B, 2-yə A, 3-ə C, 4-ə E, 5-ə də D olan variant olacaq. D yəqin ki, elə A variantı olmuş olar. Bəlkə variant asması artıq dedim. Gəldik 19-a. Dokumenti belə. British oluyor yeniden. Cari sənəd. Current page. Gözəl bala. Hə. Olmadısa eybi yox. Canınız sağ olsun. Gəldik 19-a. Qəşəng. Love love məndən də. Narahat olma, mən sənin nə olursa olsun yanında qalacağım. Stand by yanında qalmaq deməkdir. Okay. Onun parlaq donu partidə gözə çarpacaq. Gözə çarpmaq stand out'dur. İkinciyə stand out. Burada deyir UN abbreviation'ı burada nəyi bildirir? Yəni qısalması nəyi bildirir? Stand for nəyi bildirir mənasına gəlir. Sonra she had to stand in for the manager while he was on vacation. Of course, it's important for stand up for your right. Stand up for defend deməkdir. Yəni öz hüquqlarını müdafiə etmək vacibdir. O da olacaq stand up for. Bəs stand in for nədir? Stand in for əvəz eləmək deməkdir. Geçici olaraq əvəz eləmək. Zaman deyirlər də səfərlərim sonu ruslarda. Bax odur. Yəni stand in for o menecer funksiyasını yəni yerinə yetirirdi. O vakansiyada olarkən görürsünüz biri kişi cinsidir, biri qadın cinsidir. Deməli bunlar ayrı-ayrı adamlardır. Cavab A variantı. 20-də uyğun bir idiomu seçirik. Nə var idiomumuzda? Deyir ki, Tom çalışdı ki, printeri düzəltsin, amma hər şey daha da pis elədi. Bir şey pis və normal olsa da yaxşı olmayan bir vəziyyət, daha da pis vəziyyətə qoyursunuz, sonra deyirlər, you have really opened a can of worms. Yəni, worm qurd deməkdir, qurdun qapısını açdın, yəni o hamısı daraşacaq. Sanki bir böcək olan yeri toxunursunuz, hamısı çıxır gəlir, vəziyyət daha da pisləşir demək o mənaya gəlir. Left holding the bag nə deməkdir? Bu da məşhur idiomlardan biridir. Yəni, bütün hər şey sizin üstünüzdə qalır. Əslində, siz elə bir şey eləməmişdiniz, amma bütün hamı gətirir işi sizin boynunuza qoyursa, responsibility-ni sizə ötürürsə, bax, o ifadə, onu təsvir etmək üçün idiom you left the holding bag-dir. Burada ona demir, burada kiminsə kimsə üstünə məsuliyyəti yıxmayıb. Sadəcə deyir ki, vəziyyəti daha da pisləşdirdin. O da a can of worms. Let's go today, relax deməkdir, day off deməkdir, yəni istirahət günü. Pis günün ömrü az olar mənasına gəlir. Hit desək də yatmaq deməkdir. Yəni heç biri uyğun demək deyil. Bir dənə B variantı. Gəldik 21. Yaxşı hazırlamışam o deyəsən. Deyir ki, cümləni mürəkkəb cümləni sadəyə çevirin. Okay, öncələ baxaq görək burada zaman budaq cümləmiz var, and-ə qədər. Bir də and-dən sonra compound sentensimiz var. Deməli, cümlədə həm compound var, həm complex var. Mən ikisini də sadələşdirməliyim. O zaman neynirəm? Preparing for presentation. Baxın, zaman budaq cümləsini sadələşdirərkən bağlayıcını atmaq olmaz. Onu nəyləsə əvəz eləmək lazımdır. Amma ya özünü saxlamaq lazımdır. Amma birbaşa atmaq olmaz. Çünki burada onu atanda cümlə səbəbə çevrilir. Deyir, prezentasiyanı hazırladığına görə. Amma görə demək istəmir axı, deyir, prezentasiyanı hazırlayarkən. Ona görə an demək olmaz. B-də də and-dən sonranı ümumiyyətlə yox eləyib. Bəs bura necə oldu?
C-də də yenə iki cümlə olduğu kimi qalıb, heç bir sadələşmə yoxdur. D variantına baxaq. Deyir ki, prezentasiya preparation ərzində. Bu ola bilər. Çünki ərzini əlavə eləyib. O slaydlara baxdı və detallı feedback verdi. Bax, görürsünüz, and qalıb, amma he yazmayıb sonra. Məsələn, E variantında yenə he yazıb. Ucada yenə cümlə mürəkkəbləşdi. Bəs mən bunu sadələşdirmək istədim axı. Sən onu he-ni oradan silməzsən. Ona görə cavab elə olur, D variantı. 22-də bizdən səhv variantı istəyir. Səhv variantımız da budur ki, bina özü özünü tikmir, tikilir. Ona görə də despite being built olmalıydı və yaxud da despite yəni məhculluq olmalıydı. Ya da having been built olmalıydı. Ki dəqiq vaxt varsa onsuz have ehtiyac yoxdur. Elə being built deməliydi. Səhv ona görə C variantındadır. 23-də yenə də bizdən səhvi istəyir. Deməli, bunda passive clause-la aid sualdır. Getdən sonra cansız isim, sonra participle to gəlir. Daha sonra have-dən sonra cansız isim, sonra participle to gəlir. Have-dən sonra canlı isim gələndə to-suz olmalıydı. Get-dən sonra canlı da to olur. Get-dən sonra canlı isim gələndə get to-nu götür gəl. Düzdür. Let-dən sonra da birinci qrupu heç nə olmur. Deməli, səhv olan variant C oldu ki, have-dən sonra canlı ilə to verir. 24-cü suala gəldik. Səhv istəyir bizdən. Səhvimiz də odur ki, nədir? Employees-lə are istifadə edib düzdür. Norda orada özünə yaxın olanla tutlaşır. Several issues-dan sonra several issues-dan are vermirsən, əcəb eləmirsən. Bəs niyə burada needs deyirsən? Axı bu need elə issue-ə aiddir. Issue da cəmdədir. Onda needs yox, need olmalıdır. Data sözü həm xəbəri tək, həm də cəm götürür. Məlumat sözü. Data, yəni. Data sözü datum sözündən yaranıb, xəbəri həm təkdir, həm də cəmdir, götürmək olar. Eyni zamanda medium, media sözləridir. But also-dan sonra ilə uzlaşdırmışıq, düzdür. Zaman ölçü məsafə bildirən isimlərin xəbəri tək olur. Qoşa bağlayıcılarda özünə yaxın olan uzlaşır. Əgər bu sual cümləsi olsaydı, birinci tərəfindən uzlaşardı. 25-ci suala baxırıq. I don't know. Mən bilmirəm. Nəyi bilmirəm? O oraya gedib, yoxsa yox? Gördüyünüz üzrə obyekt tamamlanan sualdır. Əgər sən suyu dondursan, o buz olur. Şərt budaq cümləsi də özü type 0-dur. İkinci conditional clause. O qazanacaq yoxsa itirəcək fərq eləmir. Doesn't matter bizim xəbərimiz. Budaq cümlə həm də cümlənin mübtədasıdır. Subject clause-dur. Hətta o üzr istəsə belə mən onu bağışlamayacağam. Possessive kontrast. Bilirsiniz ki, direkt kontrastda even if, even though bunlar olmur da. Direkt kontrastda while, whereas. Burada isə possessive kontrastda, ona görə cavab Y variantı. Gəldik. Nominal clause da zaten bilirsinizdir. Subject, object bir digərdir. Üçü də nominal gedir. 26-da cümləni reduce edirik, yəni qısaldırıq. Since she was invited, she decided to attend the party. Since silməliyik eyni qalmaz, çünki o cümlə alır, onda sadələşməz. B getdi. Sonra being invited deyəcəm, çünki mənə verilən cümlə təsdiq, özü istəyirəm, passivdədir. Passivdə sonra aktiv eləmək olmaz. A səhv oldu, B səhv oldu, C düzgün gəlir. E-də deyir, iştirak eləməyə qərar verərək, dəvət olunma söhbət harda qaldı. Sonra deməli, E-də isə having been deyir. Əgər cümlədə bitmiş zaman yoxdursa, çevirəndə də bitmişi gətirməyə ehtiyac yoxdur. Ona görə də elə B-dir deyəsən cavab. B-dir də bir daha baxa. Yox, sorry, C. Gəldik 27-yə. Səhv inversiya olunan cümlələri istəyir. Üzr istəyirəm, mən burada deyəsən o being built olan yazmışdım. Cavab amma having been built çıxmışdı. Səhv eləmirəmsə. Built yuxarıdakı Proqramda sualda. Bu invite sualdır mənim. Sualı, o siz dediyiniz sual keçmir. daha doğrusu üzr istəyirəm, invite deyirəm, bunu deyirəm. Cavab deməli C variantı. C çıxmayıb deyirsiniz. C yazmışdım, Y çıxdı deyəsən. Hətta mən də dedim. Onu düzəltdim sonra mən bir daha baxım. Mən tətbiqdə eləmişdim. Bir dənə baxım.
30 neçənci sual idi o mənə bir dənə deyə bilərsiniz? Bilmədim inanın. 26C yazmışam baxın. 26C. Hə. Bir dənə baxın. Eee, 26. C. Yəqin ora səhv gedib bəs. Hı. Neçə düzünüz olduğunda? Burada deməli mən əvvəl 25-ini yazmışdım axı. Onu köçürəndə birini səhv köçürdüm ora. Da bir də təzədən eləmədim də. Bir onu səhv köçürdüm. Bir buydu. Aa, C yazmışdım, Y çıxmışdı. Hı. Sonra bir o toddlers söhbəti idi. Toddlers Anladım. var idi. Hə, oydu. 34 dənə idi deyəsən. Düz. Anladım. Article idi, article. Atdım mən səhər sizə.